Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirindən ənəv olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün oktyabrın 22-sidir və oktyabrın 23-ünə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Odur ki, diqqətli olun. Belə ki, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcək, lakin səhər bəzi şəhər ətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16 dərəcə, gündüz isə 19-22 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu isə gecə 10-14 dərəcə isti, gündüz isə 19-23 dərəcə isti olacaq. Dağlarda isə gecə 3-8 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.